Qarabağ Napolidən də xal ala bilər. Çünki Conte'nin komandası zədələr epidemiyasından ciddi əziyyət çəkir. Siz kanalımıza abunə olun, biz isə Napoli-Qarabağ oyununun detallı analizinə keçək. Napoli Conte üçün bütün aspektlərdə yeni komandadır. Biz həmişə Conte'ni üçlü müdafiə ilə oynayan bir məşqçi kimi assosiasiya etmişik. Conte özünü necə dəyişə biləcəyini, necə inkişaf etdiyini məhz Neapol komandasında göstərdi. Burada o ötən mövsümdən dördlü müdafiəyə keçib. Bu bir tərəfdən komandanın prezidenti olan De Laurentiis'in istəyi idi, amma digər tərəfdən əlbəttə ki Conte'nin heyətə baxaraq öz oyun fəlsəfəsinə adaptasiya etməsidir. İkinci tərəfdən karyerasında birinci dəfə olaraq məşqçi karyerasına qədər söhbət gedir. Conte'yə həddindən artıq çox oyuncu alınıb. Xatırlayırsınızsa, Conte həmişə şikayət edirdi ki, onun komandasını gücləndirməyə klub rəhbərliyi heç vaxt dəstək vermir. Amma dəyişməyən şeylər də var. Onlardan ən birincisi ondan ibarətdir ki, Conte istənilən ssenaridə şikayət edir. Juventusdan ilk dəfə gedəndə Conte'nin şikayəti ondan ibarət idi ki, top futbolçu istədiyi halda ona Alvaro Morata'nı almışlar. Tottenham'dan xatırlayırsınızsa, ikinci mövsümün ortasından nümayişkaranə şəkildə Conte çıxıb getmişdi ki, klub rəhbəri məni dəstəkləmir. Əlbəttə ki, o zaman o Daniel Levinin bostanına daş atırdı. İndi isə yayda komanda ilə çempionluq yaşanandan sonra xatırlayırsınızsa Conte həmən demişdi ki, komandadan getmək istəyir. Bunun əsas səbəbi ondan ibarət idi ki, klub rəhbərliyi ona kifayət qədər dəstək vermir. Amma klub rəhbərliyi də ədalət naminə deyək ki, getdi və Conte'nin istəklərini yerinə yetirmək üçün kifayət qədər futbolçular aldı. Biz indi o futbolçuların üzərindən keçəcəyik və izah etməyə çalışacağıq ki, niyə? Bəlkə də bu futbolçular Conte'nin istədiyi oyuncular deyildi. İlk öncə əlbəttə ki, komandanın ən böyük ulduzu Kevin De Bruyne'dən başlayaq. De Bruyne istənilən komandaya daha çox müsbət elementlər gətirir. Bu əlbəttə ki, Napolidə də istisna deyildi. Amma eyni zamanda o faktda danılmazdır ki, Conte De Bruyne'ni mövsümün ilk başlanğıcında heyətə adaptasiya etməkdə çətinlik çəkirdi. Buna görə ötən mövsüm komandanın jokeri olan Scott McTominay ən çox əziyyət çəkən oyuncu idi. Bundan əlavə sol cinah müdafiəçisi Gutierrez komandaya transfer olunub, hansı ki son həftələrə qədər ümumiyyətlə əsas heyətdə oyuna çıxmırdı. Üstəlik komandanın daha bir qəribə və ən bahalı yay transferi olan 31 milyon avroya Bolognadan alınmış Sam Bukema var idi. Bukema'nın problemi əvvəldən görünürdü, çünki Bukema üçlü müdafiədə oynayan bir futbolçudur. Əlbəttə ki, bu transfer baş verəndə sual əmələ gəlmişdi ki, yenə də Conte üçlü müdafiəyə qayıdır yoxsa yox, amma gördüyümüz kimi Conte'nin üçlü müdafiə oynamaq niyyəti ümumiyyətlə yoxdur. Bütün bunların fonunda da komandaya gətirilən başqa bir oyunçu, hansı ki biz indi izah edəcəyik ki, Conte'nin nə qədər universal və adaptiv məşq olduğunu göstərir. Bu Rasmus Højlunddur. Bildiyiniz kimi Højlund komandada icarə əsasında oynayır, amma əgər Napoli top 4-lük və ya 5-lik Çempionlar Liqasına vəsiqə qazanarsa mövsümün sonuna qədər, klubun kontraktı Manchester United elədir ki, Højlundu mütləq komanda transfer etməlidir. Gəlin indi komandanın build-up'ını başa düşməyə çalışaq. Başa düşməyə çalışaq ki, komanda necə oynayır və niyə zədələr fundamental təsirə malik olacaq da. Və bu da Qarabağa müəyyən oyun ssenarilərində Napolidən realistik olaraq ən azı bir xal gətirməyə imkan yaradır. Elə açar oyuncular komandada iştirak etmir ki və Qarabağla maçda forma giyməyəcəklər ki, bunlar birbaşa Napolinin vertikal oyununa təsir edirlər. Bilirsiniz ki, biz bu verilişi Napolinin çempionatdakı Atalanta ilə oyundan xeyli qabaq çəkirik. Lakin buna qədər, yəni millilərin fasiləsinə qədər son 3 oyunda, biri Çempionlar Liqasında Eintrachtda qarşı, ikisi isə ölkə çempionatında əvvəlcə Como'ya qarşı Neapolda, sonra isə səfərdə Bologna'ya qarşı olmaq şərti ilə Napoli 3 oyunda qol vurmayıb rəqib qapısına. Hətta Eintrachtla oyundan sonra Conte özünə biraz keyfiyyətsiz bir bəraət qazandırmaq istəyirdi ki, əgər Alman komandası bunu bizə qarşı yox, biz Alman komandasına qarşı bunu etsəydik, hamı deyərdi ki, Catenaccio oynayırsınız, klassik İtalyan futbol oynayırsınız, amma belə baxanda bunun nə əlaqəsi var? Komanda necə istəyir, elə oynayır, elə nəticə əldə edər. İlk öncə bunu deyək ki, Napolinin bu mövsümün əvvəlindən olduqca maraqlı bir dilemması var. Bu da dilema qapıdan başlayır. Belə ki, Torino'nun uzun müddət qapısını qorumuş və İtalyan Serie A-sının ən avtoritetli, ən hörmətli qapıçılarından sayılan Vanya Milinkovic-Savic Napoliyə gəldi. Napolidə İtalyan millisinin Donnarumma'dan sonra ikinci əsas qapıçısı olan Alex Meret var idi. Meret o qədər də ayaqları ilə yaxşı olmasa da ümumilikdə yaxşı qapıçıdır. Uzun müddət diskussiya ondaydı ki, indi Meretlə Vanya Milinkovic-Savic bir-birini necə əvəz edəcək, amma Qarabağ oyunun reallığında bunu danışmağın mənası yoxdur, çünki Meret uzun müddətli zədə ilə sıradan çıxıb, ona görə qapıda Vanya Milinkovic-Savic oynayacaq və biz ayrı oyuncuların analizində izah edəcəyik ki, Vanya Milinkovic-Savicin üstün cəhətləri nədədir? Penaltilər başda olmaqla. Müdafiənin mərkəzində komandada sabit olaraq daima
İtalyan Buongiorno ilə Rahmani oynayır. Rahmani hücum zamanı bəzən, daha doğrusu standart epizodlar zamanı hücuma qoşulur. Bir növ Buongiorno onu hardasa belə deyək, sığortalaya bilir. İkinci tərəfdən komandanın cinahlardan danışarkən məsələn Optanın xəritəsini də göstərə bilərik. Pas xəritəsini sağ cinahda Giovanni Di Lorenzo oynayır, sol cinahda Romadan da və İtalyan millisindən Avro 2020-də tanıdığımız Spinazzola oynayır. Bunlarda göstərməkdə nə fayda var ki, adətən Spinazzola çox ciddi şəkildə hücuma qoşulur. Bir növ Scott McTominay'in də hücumdan mərkəzə düşməyini və cərimə meydançasına düşməyinin sayəsində Spinazzola bir növ bütün sol cinahı öz boynuna götürən bir paravoz rolunu oynayır. Yarım müdafiədə Napoli 1-6 nömrə, 2-8 nömrədən istifadə edir. Hər iki 8 nömrə bir növ box-to-box 8 nömrələrdir və müxtəlif funksiyaları yerinə yetirən 8 nömrələrdir. Əlbəttə ki, ilk öncə Lobotkadan danışmaq lazımdır. Lobotka ümumiyyətlə Napolinin müdafiəsi ilə hücum xəttini, o keçid var, müdafiədən hücuma keçidi. Onun bir növ həmin o kleyidir. Çünki baxın bu pas xəritəsinə sadəcə mən bir oyundan sizə göstərirəm. Lobotkanın ilk öncə pas dəqiqliyi 95%-in üzərindədir. İkincidəki adam meydanın hər yerindədir, amma əsas əlbəttə ki, areal buradadır və aydın məsələdir ki, Napoli hücum edərkən burada iki mərkəz müdafiəçisinə Lobotka düşərək ilk pasla kömək edir. Bəzən olur ki, Di Lorenzo sağ cinahdan bir qədər arxada qalır, ikinci hücum dalğasını gözləyir. Çünki Spinazzola bütün cinahı işləyir. Amma əgər bir cinahdan hücum, bir cinah yüklənməsi baş verirsə, bu da klassik metodla baş verir. Hardakı Spinazzola ona sol cinah vingeri və 8 nömrələrdən biri qoşulur. O zaman əlbəttə ki, Giovanni Di Lorenzo da hücuma qoşularaq əks cinahda Napoli üçün avantaj yaratmağa çalışır. O biri 2-8 nömrə Napolinin bəlkə də döyünən ürəyidir və deyək ki, Napolinin həmin ürəyin 0.75-i yoxdur. Mən indi sizə izah edəcəm niyə görə 0.75. Çünki komandanın bu mövsüm vertikallaşmasının qayəsi olan Frank Zambo Anguissa millilərin pauzasında hansı ki bildiyimiz kimi Neftçinin Abubakara kimi o da Kamerun millisinin şərəfini qoruyur və Anguissa 3 aylıq zədələnib. Hətta buna görə komandanın prezidenti De Laurentiis çox ciddi şəkildə FIFA-nı tənqid edir və üzr istəyirəm ifadəmə görə, amma FIFA-ya belə bir mesaj göndərdi İtalyan dilində ki, onların bizə verdiyi kompensasiya başlarına dəysin. Bu bütün komandaya, bütün mövsüm bahasına başa gəlir və De Laurentiisin narahatçılığının əsas səbəbini başa düşmək olar. Çünki bir İtalyan çempionatı bütün Avropanın 5 çempionatında yeganəsidir ki, hardakı çempionluq uğrunda mübarizə açıqdır. Burada tam favorit yoxdur. Ona görə komanda bir neçə nəticə uzaqlığındadır ki, çempionluq uğrunda mübarizə aparsın və ya 4-lükdən aşağı düşsün. 2, komanda 4 oyuna cəmi 4 xal yığıb Çempionlar Liqasında. Əgər Qarabağla maçda da qələbə olmazsa, komandanın play-offa düşməsi ciddi sual altında ola bilər. Bu da ki, Napoli üçün, istənilən seriya komandası üçün olduqca böyük pul itkisinə gətirib çıxaracaq. Anguissa bizə qarşı oynamayacaq, amma mən Anguissanı ayrıca analiz edəcəm. Sizə izah etməyə çalışacağam ki, bu itki Qarabağa nə verəcək? Əlbəttə ki, bunu necə izah edirik ki, adam oynayanda komandaya verdiyi üstünlük, verdiyi bir növ qatqını göstərməklə. Digər oyunçu əlbəttə ki, əslində mən Anguissanı burada göstərdim. Anguissa buradadır. Sol cinahda, sol yarım cinahda komandanın jokeri və ötən mövsüm İtalyan Serie A-sının MVP-si, yəni Most Valuable Player, bir növ Loru dildə deyək, ən yaxşı oyunçusu olan Scott McTominay'dir. Scott McTominay şahanə mövsüm keçirir və ən qarşımıza çıxa biləcək təzadlı futbolçulardan biridir. Çünki Scott McTominay adətən taran tipli orientir mərkəz hücumçusuna ehtiyac duyur ki, bütün istedadlı tərəflərini göstərsin. Scott McTominay də necədir? Scott McTominay'in bir növ hücum keyfiyyətlərinə görə biz onu, düzdür, pasını falan qoysaq qırağa, Avropanın ən yaxşı yarım müdafiəçilərlə müqayisə edə bilərik, hətta Pedri ilə belə müqayisə etmək olar. Amma adamın pasla oyunu və müdafiə planında oyununa baxsaq, Scott McTominay ümumiyyətlə Napolidə deyil, İtalyan seriyasının ilk 7-likdən hətta Como daxil olmaqla aşağı səviyyəli komandanın futbolçusudur. Biz Scott McTominay dediyim kimi o personala keçəndə detallı şəkildə müzakirə edəcəyik. Çünki Scott McTominay əgər Atalanta ilə maçda zədə almazsa, birmənalı şəkildə Qarabağla oyunda forma geyəcək və Napolinin 2 əsas qol silahından biri olacaq. Ondan başqa hücumda hadisələr bir qədər maraqlıdır. Yenə də zədə öz sözünü deyir. Mən bunu nə demək istəyirəm? Conte'dən daima danışanda adamı üçlü müdafiə oynayan bir məşqçi kimi assosiasiya edirik, amma Conte özü həmişə bildirib ki, üçlü müdafiə oynamağın əsas səbəbi əlində olan heyəti maksimum eksploatasiya etməkdir. Yəni heyətin güclü tərəflərini maksimum göstərməkdir. Conte özü deyirdi ki, onun ən əsas stavka verdiyi element
orientir tipli mərkəz hücumçusunun olmasıdır. Yəni bir növ FIFA necə oynayırıqsa, hardakı mərkəz hücumçusu əgər çox belə taran tipli olursa, o məsələn mövsüm ərzində 20 qol vurub 20 assist eləyir. Conte-də həmin mərkəz hücumçusundan real həyat şəraitində analoji olaraq istifadə edir. Bunun da ən böyük göstəricisi əlbəttə ki, ötən mövsüm olmuşdu. Xatırladaq ki, ötən mövsüm həm Lukaku, həm də ki Scott McTominay 10 üzərində qol vurmuşdu və kifayət qədər də assist etmişdilər. Bunun da əsas səbəblərindən biri ondan ibarət idi ki, Lukaku bir tərəfdən orientir hücumçudur. Yəni adam özündən müdafiəçiləri çəkir və biz bunu epizodları incələyəndə görəcəyik. Digər tərəfdən isə o müdafiəyə oturan iki mərkəz müdafiəçisi və sol və ya sağ cinah müdafiəçisini ikisini ən azından neytrallaşdırır, özünə çəkir və o da koridorlar açırdı ki, hansından ki Scott McTominay çox effektiv şəkildə istifadə edirdi. Lukaku zədəlidir. Lukaku'nun üzərində Lukaku'nun bir növ hardasa 70%, biraz B kateqoriyalı əvəzi olan Lorenzo Luka qırmızı kart cəzalısıdır. Yəni o da Qarabağla maçda forma giyməyəcək və bu Napolini yeganə hücumçu ilə üz-üzə qoyur. Yəni bu da Rasmus Højlunddur və Højlundda biz göstərəcəyik ki, iki ciddi profil olan bir futbolçudur. Amma həm Lukaku ilə, həm də Lorenzo Luka ilə müqayisədə klassik Antonio Conte tipajlı futbolçu deyil və adamın bir çox problemləri var və adam əslində yenə deyirəm, əgər Qarabağın müəyyən oyun ssenarisində, əgər Qarabağ müdafiə xəttində Napolini məkandan, alandan məhrum edərsə, Rasmus Højlundun da oksigenini boğmuş olacaq. Amma komandanın cinahları olduqca maraqlıdır. Çünki burada sağ cinahda əgər Matteo Politano normal şəkildə forma geyirsə, Politano klassik winger funksiyasını yerinə yetirir. Arxada hücumun ilk fazasında o Giovanni Di Lorenzo kömək eləyir. Yəni bu bizim üçün çox vacib bir mövqedir. Çünki bizim sol cinahımız Elvin Cəfərquliyev və Zubirin cinahı məhz buradır. İkinci tərəfdə Politano həm əks cinahdan gedən hücumları qapamaq üçün cərimə meydançasına girir, həm müəyyən qədər Conte'nin çox belə sistematik, bir növ riyazi düsturlarla düzülmüş sxemində müəyyən qədər azadlığı var ki, qapıya düzgün hesab etdiyi anda zərbə indirsin və ya asmalarla mərkəz hücumçusunu bir növ paslarla təmin etsin. Nəzərə alaq ki, həmin mərkəz hücumçusu mövqeyində mərkəz hücumçusu ilə yanaşı həm də Scott McTominay oynayır. Sol maraqlıdır. Solda bir neçə seçimi var və komandanın qarşısında olan tapşırıqdan asılı olaraq Conte müxtəlif variantları əl atır. Əgər Conte'yə lazımdır ki, rəqib bir növ avtobus parkovka edir, aşağı blokundan oturur və həmin bloku dağıtsın, bura əslində forvard olan, ikinci forvard və ya sol cinah forvardı olan David Neres oynayır. Neres tez-tez cərimə meydançasına girir. Bu bir növ onun hücumçu kimi instinktidir. Əgər klassik yarım cinahda və bir qədər də arxaya kömək eləmək meyilli ssenarisi tələb edən oyun tələb olunursa, bu zaman həmin mövqedə Elmas oynayır və verdiyi intervyularda verdiyi ipucular bizə düşünməyə rəvac verir ki, Conte'nin ideal istəmədiyi bir futbolçudur. O da PSV-dən transfer olunmuş Noah Lang'dır. Lang birə-birlərdə çox effektivdir. Yəni sağ cinah müdafiəçisi Matteo Silva'nın üzərinə əgər Lang oynayarsa bu funksiya düşür. Bildiyimiz kimi Conte öz vingerlərini birə-birlərə saxlamağı sevmir. Məsələn bunu Hansi Flick çox sevir, amma Conte'də bu bir qədər oyun fəlsəfəsi fərqlidir. Və Conte istənilən top müasir məşqçi kimi adamın son 2 ildə götürdüyü vektor ondan ibarətdir ki, bildiyimiz kimi biz bunu Barcelona ilə və hətta bu ilki City-nin kontekstində də tez-tez deyirik. Kampaninin Bavariyasını analiz edəndə demişdik ki, əvvəl əgər bir neçə il öncə klassik tiki-taka futbolu ondan ibarət idi ki, müdafiədən yavaş paslarla çıxmalısan və s. və ilaxır. İndi komandalar bir qədər vertikallaşırlar. Vertikallaşmaq əlbəttə ki, ilk öncə uzun toplar deməkdir. Bu müdafiədən uzun top ola bilər. Bu bir növ hardasa qapıdan uzun top ola bilər və eyni zamanda əlbəttə ki, bu meydanın hansısa hissəsindən hansısa hissəsinə atılan uzun toplar ola bilər. Amma burada da Napolinin ən böyük funksional yerini yetirən futbolçusu Anguissadır və həmin Anguissa olmayacaq. O da Qarabağa böyük bir üstünlük yaradacaq. Gəlin indi personallara keçək və bir-bir oyunçuları analiz etməyə çalışaq. Həmin oyunçular əlbəttə ki, Qarabağa qarşı təhlükə törədəcək oyunçulardır və plus əlbəttə ki, Anguissa. Çünki biz onun yoxluğunu onun varlığında verdiyi qatqı ilə göstərmək istəyirik. Ötən mövsümün ən yaxşı oyunçusu və Napolinin ikinci ən yaxşı bombardiri olan Scott McTominay bu il hələ ki 2 qol vurub. Bunda 2 səbəb var. Birinci, Kevin De Bruyne'nin komandaya transferindən sonra o sol cinahda olan basırıq və Conte'nin işləyən sistemi sındıraraq hətta 4-3-3-dən 4-1-4-1 taktikasına keçməyi. İkinci isə
bayaq dediyimiz kimi orientir hücumçuların olmaması. Lukaku zədəlidir, Luka qeyri-sabitdir və indi Qarabağla da maçda qırmızı karta görə oynamayacaq və nəticədə Scott McTominay özünün ən böyük üstünlüyündən məhrum olur. O üstünlük nədən ibarətdir? Gəlin hələ Scott McTominay Manchester United-də Erik ten Hag'ın rəhbərliyi altında oynadığı vaxt Qalatasaraya vurduğu İstanbuldakı qolu göstərək. Baxın, bu epizodda gördüyümüz kimi Scott McTominay özünün klassik hücumun başlanğıc fazasında dayaq yarımdəfəsi mövqeyində topu alır. Baxın, paslaşma gedir və burada da Qarabağla da oynayacaq Rasmus Højlund hələ bu işi elitar səviyyədə bacarmasa da Qalatasarayın mərkəz müdafiəçisi ilə sağ cinah müdafiəçisini özünə çəkir və nəticədə boşluq yaranır və bu boşluqdan da tam şəkildə Scott McTominay istifadə edir. Əlbəttə ki, bu Scott McTominay'in istisna yox, klassik hərəkət trayektoriyasıdır. Gəlin başqa bir epizoda baxaq. Və bu epizodda Lukaku'nun balaca versiyası olan Lorenzo Luka özünə diqqəti cəlb edir və boşluqdan istifadə edən Scott McTominay effektiv şəkildə içəri girərək qolu vurur. Bu epizod isə bu qol isə əlbəttə ki, Napoli tarixinin ən vacib qollarından biridir. Ötən mövsüm 38-ci turda Cagliari ilə maçda qələbə gətirən qol, hansı ki Napolini də çempion etdi. Burada da eyni dinamika tətbiq olunur. Burada Lukaku özünə müdafiəçinin diqqətini cəlb edir və Scott McTominay çox gözəl akrobatik hərəkətlə fərqlənir. Və burada isə gördüyümüz kimi sol cinah müdafiəçisi, hansı ki bütün sol cinahı əhatə edir, Spinazzola o asma edir və asmanı Scott McTominay başla tamamlayır. Bu dəfə yenə də başla qol, bu dəfə assist David Neres'dən gəlir. Yəni gördüyünüz kimi toplananların yeri dəyişəndə cəm dəyişmir. Yəni Scott McTominay'in qol vurma sabitliyi, qol vurma dinamikası eyni olaraq qalır. Və əlbəttə ki, əgər Scott McTominay görür ki, cərimə meydançasına girə bilmir, onun ikinci ən böyük silahlarından biri uzaqdan vurduğu zərbədir. Gəlin bir neçəsinə baxaq. Burada məsələn adam qapı terinə vurur. Burada isə Como'ya qarşı, hansı ki maç 0-0 qurtarmışdı, hansında ki Napoli ümumiyyətlə XG olaraq 0.90-ı keçə bilməmişdi. Həmin oyunda heç bir seçim olmadığına görə Scott McTominay uzaqdan qapıya zərbə vurur. Və ya bu epizod bu mövsüm artıq Cagliari ilə maçlandı. Bunun da səbəbi nədir? Uzun sözün qısası, biz bunun detallarına girməyəcək. Əgər Qarabağ futbolçuları Scott McTominay topla təzyiq edərlərsə, pressing edərlərsə, Scott McTominay bu anlarda özünü itirir. Onun pası belə epizodlarda yaxşı deyil. Üstəlik onun mövqe seçimi də klassik 6-8 nömrənin mövqe seçimi deyil. O hardasa Bruno Fernandes qədər hücuma meyilli olmasa da yenə də tez-tez rəqib oyunçularını buraxır və rəqib oyunçular McTominay'in tutmalı olduğu mövqeyini eksploatasiya edə bilirlər. Ona görə topsuz Napoli oynadığında Antonio Conte bəzən 4-4-2-yə düşür. Orada dördlüyün sol cinahında Scott McTominay'dən istifadə edir ki, çünki mərkəzdə əgər McTominay öz mövqeyini və ya top itirərsə, bu təhlükəli epizodlara gətirib çıxarır. Yəni Qarabağ üçün ən böyük dərs ondan ibarətdir ki, Scott McTominay'in cərimə meydançasına girişini ciddi nəzarət etmək lazımdır. İkinci məqam ondan ibarətdir ki, əlbəttə ki, uzaqdan zərbələr və eyni zamanda top onda olanda, Scott hardasa buralarda olanda, hardakı birbaşa təhlükə törətmir, o zaman ona amansız pressing edib onu topdan məhrum etmək olar və bu daima top itkisi Napoli üçün çox ciddi fəsadlar törədir. Çünki adam hücumun birinci xəttdə artıq öndadır, ikinci xəttədir və burada itirilən top artıq Napolinin qapısına ciddi əks hücuma gətirib çıxara bilər. İkinci oyunçu hansı ki zədəlidir, amma mən sizə göstərmək istəyirəm onu, Anguissadır. Anguissa Napolinin vertikal oyununun bir növ atasıdır. Yəni ötən mövsümdən zaten Anguissa 6 qol 5 assist etmişdi və artıq Conte onu bu rolda kəşf edirdi. Bu mövsüm həmin trend çox uğurlu şəkildə davam edirdi. Anguissa mövsümün 3də 1-də artıq Serie A-da 4 dəfə fərqlənib bir assist edib. Gəlin Anguissanın vertikal futbolunu bir epizodla göstərim sizə. Məsələn, bu epizodda gördüyümüz kimi o İngiliscə buna progressive movement deyirik. Yəni müdafiədən hücuma progressiv şəkildə qatılaraq qolu vurur rəqib qapısına, amma ən əsas onun trayektoriyasına fikir verməyinizi xahiş edirəm. İkinci epizod Anguissanın ilk öncə hücumun ikinci dalğasında gəlib Genoa qarşı vurduğu qol və biz Athletic Bilbao videosunda da göstərmişdik ki, mərkəz hücumçusu hücumun sivri ucunda olanda 11 metrlik zonada oyunçu gələrsə, o özünü boşda tapa bilər və qol epizodu yarada bilər. Məsələn, Anguissanın qolu da buna nümunədir. Dediyimiz kimi Anguissa zədəli olduğundan biz onun detallarına girməyəcək. Sadəcə olaraq Napoli nədən məhrum olduğunu göstərmək istəyirik. Həm ideal bitirici ikinci dalğada, həm də ki ortadan hücum fazasına, yəni meydanın Qarabağa aid 3də 1-inə topu effektiv şəkildə daşıya bilən bir silahdan məhrum olub Conte. Üçüncü oyunçu isə Højlunddur. Xatırlayırsınızsa ötən millilərin fazasından öncə Højlund həm çempionatda fərqlənmişdi, həm Sportingdə fərqlənmişdi və
qəzetlər sevdiyi o manşetlərlə çıxırdılar ki, gördünüz də Manchester United-in keçmiş oyunçuları necə xoşbəxt həyat tapıblar özləri üçün, amma elə deyil. Scott McTominay Manchester United-də Scott McTominay idi və eyni zamanda Rasmus Højlund elə öz minus və plusları ilə, yəni müsbət mənfi cəhətləri ilə Napolidə də Manchester United-də olduğu trayektoriyana cızır. Højlundun özəlliyi nədir və niyə görə burada Kevin De Bruyne çox fundamental bir itkidir? Højlundun iki üstünlüyü var. Birinci üstünlüyü odur ki, əgər şərti olaraq biz bunu Qarabağın Medina və Bəhlulunu götürsək, Højlund sürətli hücum, vertikal hücum zamanı uzun atılan toplardan və ya orta atılan topda müdafiəçilərin arxasından çox yaxşı qaçaraq özünə yaxşı mövqe seçir və ona çox az alan və eyni zamanda az zərbə bir növ bucağı lazımdır ki, effektiv zərbə endirib qol vursun. Bunun örnəyini biz baxın Sportingə vurduğu bu qolda görə bilərik. İkinci isə rəqibdən fiziki güclü olanda bax bu epizodda gördüyümüz kimi o gücünü, qaydanı pozmadan saxlayır və bitiriciliyi var. Biz ehtimal edirik ki, Bəhlulu hardasa belə ssenaridə sıxa bilər, amma Kevin Medina ondan daha effektivdir. Yəni əgər Kevin Medinanı Qurbanov Højlunda qarşı oynatsa, həmin üstünlükdən məhrum olacaq və əlbəttə ki, klassik hücumçunun cərimə meydançasında uzun vaxt keçirən bir hücumçunun üstünlükləri bəzi hallarda özünü Højlundda da göstərir. Məsələn, bu epizodda Sportingə başla qol vurur. Daha bir epizodda ikinci topdan rəqibə qarşı fərqlənir. Amma Kevin De Bruyne olmaması burada çox ciddi bir itkidir. Çünki Højlundun qollarının 3-ünün asisti məhz De Bruyne'dən gəlib. Çünki De Bruyne həmin o çiyin arxası qaçışları çox yaxşı hiss edə bilir və çox dəqiq paslar ata bilir. Napolidə ondan başqa bunu bu effektivliyi ilə edə bilən bir futbolçu yoxdur. Bu da əgər biz kompakt oynayarıqsa Højlundu bu silahdan da məhrum edə bilər. Və son futbolçu çox qısa şəkildə keçmək istəyirəm. Biz əgər rəqib qapısında penalti əldə edəriksə, bundan vaxtından əvvəl sevinməyək. Çünki rəqibin qapıçısı Vanya Milinkovic-Savic 11 metrik cərimə zərbəsini qaytarmaqda çox elitardır. Mən eramızdan əvvəl bu günə qədər Vanya Milinkovic-Savic nə qədər penalti dəf edib statistikasını sizə deməyəcəm, çünki mənasızdır bu. Yalnız bu mövsümdə Napolidə keçirdiyi, özü bütün oyunlarda forma gəlməyib, Meretlə rəqabətdə olduğuna görə Napolinin qapısında 4 penalti görüb və bu 4 penaltinin ikisini adam qaytarıb. Bu da çox ciddi bir statistikadır, 50% statistika. Gəlin məsələn bu epizodlara baxaq. İndi isə çox qısa şəkildə izah etməyə çalışaq ki, Qarabağ Napolini necə incidə bilər, Napolinin problemləri nədir? Yəni burada biz Napolinin üstün cəhətlərindən danışa-danışa problemlərindən danışdığımıza görə o qədər də detallarına girməyəcəyik. Qarabağ 2 oyun ssenarisi adətən Çempionlar Liqasında təklif edir. Kopenhagenlə orta bloka otururuq, hansı ki aşağı blok olur rəqibin bizi təzyiq eləməyi sayəsində. Chelsea və Atletico Bilbao ilə isə Qurbanovun əlbəttə ki seçimi bir növ basketbol oyunu idi. Orta sahəsiz, qapıdan qapıya bir futbol idi. Nəzərə alsaq ki, Napolinin problemlərini, Napolinin 2 qol silahı var. Onlardan biri Scott McTominay, o biri Højlund. Hər ikisinə məkan, bir növ alan lazımdır ki, o alanda yarada bilsin. Scott McTominay cərimə meydançasına girsin, uzaqdan zərbələr vursun. Højlund isə rəqib Qarabağ müdafiəçisi ilə birə-bir qalıb o həmin bərabər mübarizələri udmağa çalışsın. Əgər Qurbanov bir qədər müdafiə meyilli, yəni bir növ orta blokda kompakt oturmağa qərar versə, Napoli çox ciddi şəkildə əziyyət çəkəcək. Bayaq dediyim tezi təkrar edim ki, Conte Eintrachtla maçdan sonra bundan şikayət etmişdi. Eintracht bildiyimiz kimi klassik Bundesliga futbolu oynayır. Komandanın, yəni bunu Galatasaray, Liverpool, Atletico Madrid oyunlarında da görmüşdük ki, birini 5-1 qazanıb, ikisini 5-1 uduzanda nəyə görə bu baş verirdi? Çünki Eintracht böyük güclə hücuma keçir və arxası boş qalırdı. O boş qalan arxanda çox ciddi şəkildə cəzalandırırdılar. Napoli ilə maçda axır ki Eintracht oyun taktikasını dəyişdi. 5-3-2 sxemi ilə müdafiə olundu və Napoli o qədər də düzdür. Qol epizodları yaratdı, amma maç 0-0 bitdi və hardasa maçın qolsuz bərabərliklə bitməyi də məntiqli idi. Yəni əgər məsələn üçün Qarabağ yenə də ona görə Qurbanov Chelsea ilə oyun ssenarisini təkrar etməyə çalışsa, bu bir qədər işləməyə bilər. Çünki Chelsea ilə əlbəttə ki, bizim məşqimizə haqqını vermək lazımdır ki, orada sol cinah müdafiəçisi 19 yaşlı Hato mərkəz müdafiəçisi yerində oynadılırdı. Bir növ Enzo Maresca Qarabağlı Çempionlar Liqası oyunu ötən mövsümki Konfrans Liqası oyunu kimi yanaşmışdı və bunun da cəzasını aldı. Amma Napolidə hər hansı bir eksperiment olmayacaq. Müdafiə dördlüyü, yarım müdafiədə Lobotka, yəni arxa Napolidə kifayət qədər optimaldır. Zədə olmazsa elə dediyimiz altılıq çıxacaq, qapıçını da nəzərə alsaq. Amma burada Napolinin problemi var və Napoli boş-boşuna deyil ki, son 3 oyunda 0 qol vurub, Atlanta nə qədər vurursa vursun, onun fərqi yoxdur. Bu yenə də o faktı dəyişmir ki, Napoli həmin o 3 oyunda 0 qol vuran komanda ilə indiki arasında Angistanı da itirib, milli komandalarda oyunçular oynayıb bir qədər də yorulub və bu əlbəttə ki, Napoli üçün ancaq pis xəbərdir. Buna görə də bizim fikrimizcə, əgər Qurbanov effektiv müdafiə futbolu oynayıb, orta blok və ya aşağı blok, Kopenhagenlə maçın ikinci hissəsi və
sürətli əks hücuma çıxsa, Napolini kifayət qədər cəzalandıra bilər. Burada həm bəzən əksər hallarda müdafiədə tək qalan Spinazzolanı Andrade istismar edə bilər. Digər tərəfdən əlbəttə ki, Qarabağın əsas şah damarı olan hücumda Elvin ilə Zubir var. Ona qarşı çox effektiv müdafiəçi olan Giovanni Di Lorenzo olacaq, amma komandanın problemləri yaranacaq. Ya orta sahədən kömək getmək məcburiyyətində qalacaq. Bu zamanda ən azı ortada Qarabağ üstünlük əldə edə biləcək və bütün bunları nəzərə alaraq yenə deyirəm, bizim xal qazanmağımız bu halda realdır. Bu sadəcə olaraq bizim azərkeş istəyimiz deyil. Bir növ necə ki, Klub Brüj Barselona ilə zədələrə görə ən ideal vaxtda oynadı və az qala udacaqdı və udmalıydı da, Qarabağ üçün də Napoli ilə eyni reallıq mövcuddur. Bir faktı da qeyd edək ki, biz seriyanın, həm seriya, həm Çempionlar Liqasının turnir cədvəlinə baxanda görürük ki, Napolinin 4 məğlubiyyəti var. 4-ün hamısı səfərdədir. Napoli çünki necə ki, Qalatasarayın ev azərkeş dəstəyi, Qarabağın Tofiq Bəhramov azərkeş dəstəyi var. Napolidə də, Neapolda da eyni dərəcədə ehtiraslı azərkeşlik var. Yəqin ki, o qədər də İtalyan futboluna heç dərin girməyən azərkeşlər Neapolların, Bakılılarla, Azərbaycanlılarla nə qədər çox oxşadıldığını, müqayisə olunduğunu bilir. Odur ki, istər azərkeş və stadiondakı atmosfer baxımından, istər oyun stili baxımından Qarabağı Bilbao səfərinə çox oxşayan bir səfər gözləyir. Amma ümid edirik ki, adaptiv bir məşqçi kimi Qurban Qurbanov həmin oyunda düz getməyən məqamları nəzərə alar. Çünki Gorka Gruzeta ümumiyyətlə Hoylunddan da aşağı səviyyəli hücumçudur, amma həmin maçın qəhrəmanı oldu. Çünki onun əlində çox böyük bir alan var idi və ümid edək ki, bu maçda Napolinin elə bir üstünlüyü bizim taktiki seçimlərimiz sayəsində, geciklərimiz sayəsində olmayacaq. Və bu da bizə əlbəttə ki, günün sonunda Neapoldan başuca bir və ya daha çox xalla qayıtmağa imkan verəcək ki, bu bir tərəfdən play-off üçün bizim rəqibimiz olan Napolinin play-off şanslarını azaldır. Digər tərəfdən isə əlbəttə ki, bizim play-off şanslarımızı olduqca reallığa yaxınlaşdırmış olacaq. Sizin fikrinizcə Qarabağ-Napoli səfərindən hansı nəticə ilə qayıdacaq? Fikirlərinizi şərhlərdə bildirməyi unutmayın. Videonuzu bəyəndinizsə əlbəttə ki, like düyməsini sıxın və kanalımıza abunə olun ki, belə videolar buraxmayasınız.